Bismillahirrahmanirrahim. Dərsimizi davam eləyək. Deməli, məkan xurucud dəccal. Dəccalın çıxdığı yer. Dəccal hardan meydana gələcək, hardan peyda olacaq? Yaxrudud dəccalu min cihətil məşriq min Xorasan. Müəllif deyir ki, Dəccal məşriqdən, Xorasan diyarından çıxacaq. Yaxşı, bu Xorasan haradır? Baxaq. Miladul vasi'a fi cihətil məşriq. Deməli, məşriqdə yerləşən geniş ərazilərdir. Və təştəminu alə iddətil bildən və bir çox ölkələri əhatə edir, işinə alır həmin bu ərazi. Hansı ölkələr? Neysabur və Harra və Məru. Deməli, hədis alimlərinin vətəni. Subhanallah. Və Bəlxa və mə yətəxəlləlu zəlik min mudun dunə nəhril Ceyhun. Həmçinin Ceyhun çayının arxasında olan şəhərlər, ölkələr Xorasan diyarı adlanır. Yəni, Azərbaycanın hüduduna kimi İran torpaqları demək olar ki, hamısı. Aydındır, Dəccal buradan çıxacaq. Min Yəhudiyyə İsbahan. Min Yəhudiyyə İsbahan deməli, Xorasan diyarında İsbahandan çıxacaq. İsbahan, İsfahan, müxtəlif adları var bunun. O məşhur İsfahan halası var, şərq tərəfdə, yəni İran torpaqlarında, həmin bu teritoriyada. Min Yəhudiyyə. Yəhudiyyədəki kəndi olacaq İsfahanda. Yəhudiyyə adlandırılacaq o kənd. O kənddə deməli nə olacaq? Yəhudilər yaşayacaq və Dəccal oradan çıxacaq. Qalə Yaqud, Mədinət İsbahan bil mövdi' el-ma'ruf ci' və huvə el-ən yu'rafu bi Şəhristan. İsfahanın indiki adı Şəhristandır. Şəhristan şəhəri adınla tanınır. Yaxşı. Sonra nə baş verir? Thumma yesiru fil ardi fala yatruku baldan illa dakhalahu. Sonra yer üzərində hərəkət edir, yəni bu Dəccal gəzir. Daxil olmadığı heç bir ölkə və şəhər buraxmır. İllə Məkkə və Mədinə. Məkkə və Mədinə istisna olmaqla bütün şəhərlərə, ölkələr daxil olur. Fələ yəstəti'u duxuluhə li'annəl mələikətə təhrisuhə əv təhrisuhumə. Dəccal Məkkə və Mədinə daxil ola bilmir. Niyə görə? Çünki gözətçi mələklər bu iki şəhərin qapısında durub onu içəri buraxmayacaqlar. Fəfi hadith Fatimə bintə Qeysi səbiq ənən nəbiyyə sallallahu aleyhi və səlləmə qal fid-Dəccal ələ innəhu fi bəhrişşəm əv bəhril Yəmən. Necə ki, bundan qabaqki götürmüş səhihətəki gələn hədisdə, Fatimə bintə Qeysin hədisində Allah Resulü sallallahu aleyhi və səlləm Dəccal haqqında həqiqətən o Şam dənizində və yaxud da ki, Yəmən dənizində sonra Allah Resulü sallallahu aleyhi və səlləm istiqamətini dəyişir və deyir ki, Lə bəl min qibəlil məşriq. Xeyr, o məşriq tərəfdən çıxacaq. Min qibəlil məşriq mə huvə və məvən biyədihi ilə məşriq. Və məşriq tərəfə göstərir və deyir, xeyr, o məşriq tərəfdən çıxacaq və əlini məşriq tərəfə istiqamət edir. Yaxşı, deyə bilərsiniz ki, yəni burada ziddiyyət var hədisin içində. Yəmən dənizi tamam başqa istiqamətdədir və həmçinin nədir? Şam dənizləridəki aralıq dənizi deyim, yəni Qırmızı dəniz və yaxud başqa dənizlər, bunlar tamam başqa istiqamətdədir. Burada necə ziddiyyət ola bilər? Burada ziddiyyət yoxdur hədisdə. Dəccalın olduğu yer, bir də çıxacağı yer müxtəlif yerlərdir. Olduğu yer o bu saçça adadadır, dənizdədir. Bu səbəblə doğrusunu Allah bilir. Peyğəmbər sallallahu onun olduğu yerə göstərir. İnnehu fi bahrişşam. O Şam dənizindədir. Əv bahril Yəmən, ya da Yəmən istiqaməti göstərir. Sonra çıxacaq yeri göstərir və deyir ki, o məşriqdən çıxacaq. Və beləliklə bu ziddiyyatları aradan qaldırmaq olar. Doğrusunu Allah bilir. Və Əbi Bəkrin Siddiq radiyallahu anhu qal, həddəthənə Rasulullah sallallahu aleyhi və səlləmə qal, Əd-Dəccalu yəxrucu min ardil məşriq. Yuqal ləhə Xorasan. Əbu Bakr Sıddıqın hədisində, İmam Tirmizinin rəvat elədiyi bu hədisdə, Allah Resulü sallallahu aleyhi ve sellem Dəccal haqqında buyurur ki, Dəccal məşriqdən, Xorasan diyarından çıxacaq. Və Ənəsin radiyallahu anhu qal Rasulullah sallallahu aleyhi ve sellem yəxrucud Dəccalu min Yəhudiyyə İsbahan ma'hu 70.000 minəl Yəhud. Ənəs ibn Məlikin hədisində Allah Resulü sallallahu aleyhi ve sellem Dəccal haqqında, Dəccal Yəhudiyyə İsbahanından çıxacaq, yəni İsbahanda Yəhudiyyə bir köyü, kəndi olacaq. Ma'hu 70.000 minəl Yəhud, onunla bərabər 70.000 Yəhudi olacaq. Bu da ki, Musnəd İmam Əhməddə gəlib bu hədis. Qal İbn Hacar və əmmə min əynə yəxrucu
فَمِنْ قِبَلِ الْمَشْرِقِ cəzmən İbnül Hacar, yəni umulur ki, bu Əl-Əsqalani rahimehullah, nə deyir? Onun çıxacaq yeri Xorasan məşriq tərəfidir. Bu sözdə Şeyh İbn Hacar Fəthül Bəridə deyir, 13-91-ci səhifəsində. وقال ابن كثير فيكون بدءا ظهوره من İsfahan min harratin yuqalu laha el-Yahudiyyə. İbn Kəsir deyir ki, onun başlanması, yəni zuhuru İsfahan şəhərindən olacaq. İndi ona İsfahan deyirlər. İsfahan Yahudiyyə köyündən olacaq. Yaxşı. Əd-Dəccal la yədxul Məkkətə vəl-Mədinətə. Dəccal Məkkəyə və Mədinəyə daxil ola bilməyəcək. Bu mövzuya başlayaq. Hurimə aləd-Dəccali duxul Məkkətə vəl-Mədinətə hinə yəxrucu fi əxiriz-zəman. Məkkə və Mədinəyə daxil olmaq Dəccal üçün haram edilmişdir. O çıxdığı anda. Fikir verin, o çıxdığı anda. Yaxşı, məqsəd nədir bu? Burada o çıxdığı anda, yəni bundan qabaq o girə bilərdi. Elə çıxır ki, girə bilərdi, çünki bundan başqa hədislər gələcək. Livurudil əhadithə sahihə bidəlikə və əmmə sivə zəlikə minəl büldən fə innəd-Dəccələ səyədxuluhə vahidən bə'də əxar. Bunu da ispat edən dəlillər var ki, Dəccal Məkkə və Mədinəyə haram edilmişdir girməsi. Bundan başqa bütün şəhərlərə girəcək. Bunu da ispat edən dəlillər var. Oradakı bütün şəhərlərə bir-bir hamısına girəcək. Yəni, tərk eləmədiyi şəhər, köy, qəsəbə, kənd qalmayacaq. Yəni, o çox sürətlə hərəkət edəcək. Cəə fi hadis Fatimə bint Qeysin radiyallahu anhə ənəd-Dəccələ qal. Fatimə bint Qeysin məşhur götürdüyümüz hədisdə, hədisdə birisi səhih hədisdir. Dəccal həmin o Təmim-i Dərini danışdıranda ona bəzi şeylər demişdi. Nə demişdi Dəccal? Qalə fəəxruc fəəsiru fil ard. Deyir, çıxacam və yer üzərində şığıyacam. Yəni, sürətlə hərəkət edəcəm. Fələ ədə'u qariyyətən illə həbəttuhə. Yəni, daxil olmadığım bir kənd belə saxlamayacam. Fi 40 leylə, 40 gecə ərzində bunu hamısı edəcək. Yəni, 40 gün müddətində bu davam edəcək. Qeyr Məkkətə və Tayyibə. Məkkə və Tayyibədən başqa hər yanına girəcəm. Tayyibə də ki, bilirsiniz, Mədinə Əl-Munavvaranın adıdır. Peyğəmbər sallallahu aleyhi ve sellemin şəhərin adıdır. Fəhumə muharramatani aleyyə. O bu iki şəhər mənə haram edilmişdir. Kulləmə aradtu ən ədxulə vahidətən əv vahidə minhumə istəqbələni mələkən biyədihi seyf saltən yasudduni anhə və innə alə kulli nəqbin minhə mələikətun yəhrisunəhə. Hər dəfə deyir, Məkkə və Mədinənin qapılarına içəri daxil olmaq istəyəndə əlində parıldayan qılınclarla mələkləri görüb, onlar məni ora girməkdən mən edəcək və nə edəcək? Buraxmayacaqlar. Allah akbar. Demək, Allah Taala Məkkə və Mədinənin qapılarına girəcəyinə mələklər qoyacaq, onların əlində parıldayan qılınclar olacaq, Dəccəli içəri girməyə buraxmayacaqlar. Və thəbətə əйضən ənəd-Dəccələ lə yədxulu 4 məsəcid. Həmçinin onun 4 dənə məscidə haram olması, daxil ola bilməməyi haqqında da hədislər sabitdir. Hansı məscidlərdir? Əl-Məscidül Haram, Məkkə-i Mükərrəmə, Məscid-i Haramın adı. Məscidül Mədinə, Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidi. Məscid-i Tur, Tur məscidi, bu da Tur dağında yerləşir. Məscidül Aqsa və birinci qiblə olan Aqsa məscidi. Ravəl İmam Əhməd an Cunadət ibn Əbi Umeyyə el-Əzdi qalə zəhəbtu ənə və racülü minəl ansar ilə racülü min ashabin nəbi sallallahu aleyhi və səlləmə fəqulna həddithnə mə səmi'tə min Rasulillahi sallallahu aleyhi və səlləm yəzkuru fid-Dəccal fəzəkərəl hədithə və qal və innəhu yəmküthü fil ardi 40 sabahən yəbluğu fiyhə kullə minhumə və la yəqrubə 4 məsəcidə Məscid-il Haram, Məscid-il Mədinə, Məscid-il Tur, Məscid-il Aqsa. Bu hədisdə Əl-Fəthü-z-Zəbani kitabına gəlib, bu hədisdə deməli İmam Əhməd nə deyir? Cunadə bin Umeyyə el-Əzdidən rivayət edir ki, bir kişi ilə bərabər, ansarlardan bir kişi ilə sahabənin yanına getdik və ondan Peyğəmbər sallallahu aleyhi ve sellemdən bizə bir hədis danış. Biz onu heç eşitməmişik. Belə bir hədis Peyğəmbər sallallahu aleyhi ve sellemdən danış, biz onu heç eşitməmişik. Yəni, deməli, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemlə bu sahabənin dodağından eşitmədiyi bir hədisi dinləmək istədilər. Kim haqqında? Dəccal haqqında. Və onların eşitmədiyi, həqiqətdə də onların eşitmədiyi Dəccal haqqında çox qiymətli bir xəbəri verir. Nə deyir? Və innəhu səyəmkuzu fil ardi 40 sabahən. Deyir ki, Dəccal yer üzərində cəmi cümlətanı 40 sabah qalacaq. 40 sabah, başqa rivayətdə 40 gecə, yəni bir gün. Həm sabah olur, həm gecə olur, düzdürmü?
deməli 40 gün mənasına gəlir. Çünki bir gündə həm sabah, həm gecə olur. 40 gün müddətində olacaq. Yəbluğu fiyhə kulli minhumə və la yəqrub 4 məsəcid və 4 dənə məscidə yaxınlaşa bilməyəcək. Qiymətli olan xəbər məhz buydu. Bu xəbəri həmin o kişi bilmirdi Ansarla bərabər. 4 dənə məscid, Məscid-i Haram, Məscid-i Mədinə, Məscid-i Tur, Məscid-i Aqsa. Necə qeyd elədik. Və əmmə mə vərədə fis-sahihayn ənə Nəbi sallallahu aleyhi və səlləmə ra'a raculan ca'dən qattatan a'var aynil yumna vadi'an yedeyhi alə mənkibeyhi raculun yatufu bil-beyt fəsələ anhu fəqalu innehu əl-Məsihud-Dəccəl fəyucab anhu bi'ənə منع الدجال من دخول مكة والمدينة إنما يكون عند xurucihi fi axir zaman vallahu alam. Yaxşı. Biz bundan qabaq İmam Buxari və Müslimin rivayet etdiyi başqa bir hədisi götürdük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir röya görür, yuxu görür, düzdürmü? Və görür ki, Dəccal Kəbəni tavaf eləyir. Soruşulanda kimdir bu? Tək göz olan, bir gözü sürülmüş və digər gözü üzüm giləsi kimi qabağa çıxmış və tünd, iti, sıx saçları olan bu insan kimdir? Dedilər ki, bu Dəccaldir. Bu iki hədisin arasında necə cəm eləmək olar? Bu hədisdə həmin Dəccal Kəbəni tavaf edir. Məscid-i Haramın içindədir. Digər hədisdə o Məkkə Mədinə daxil ola bilməz. İki hədisin arasını belə cəm edirlər ki, Dəccal elan olunanda ki, ha vaxt ki ona izin veriləcək ki, yer üzərinə şığılsın və çıxsın, o andan etibarən Məkkə Mədinəyə girmək ona haram olacaq. Bundan qabağa aid deyil. Ola bilsin ki, bundan qabaq o nədir? Kəbədə olub. Doğrusunu Allah bilir. Aydındır. Bu bir. İkinci məsələ odur ki, o Peyğəmbər sallallahu aleyhi ve sellemin gördüyü bir röya idi və Peyğəmbərdən gördüyü röya, yuxu haqdır, vəhidir. Ətbə'id Dəccal, Dəccalın köməkçiləri və yaxud onun dəstəsi, ona qoşulanlar. Əksər ətbə'id Dəccal minəl Yahud, ən çox Yahudilərdəndir. Vəl-Ə'cəm, bir də əcnəbilərdəndir. Və Türk, bir də türklər ona çox, yəni qoşulacaqlar. Türk burada nəzərdə tutulur, həqiqi türklər, qıyıq gözlü, sifətləri dölmüş qalxana bənzəyən Türk xalqları. Və deyir ki, وَإِخْلَاطَ مِنَ النَّاسِ غَالِبَهُمُ الْأَعْرَبُ النِّسَاءِ Bir də çox böyük sayda ərəblər və xassatan qadınlar ona necək aldanacaq və qoşulacaq. Yəni, qısası qardaş, burada millət saxlamayıq da, hamısı içinə daxil oldu afirması. Yahud, Əl-Ə'cəm, bütün əcnəbilər, avtomatik bura Amerika, Avropa hamısı daxil olur. Türk, bütün türk xalqlar, ərəblər və qadınlar. Deməli, bütün insanlar nədir? İnsanlardan ona uyanlar olacaq. Sadəcə olaraq ən çox uyanlar, əksər ətbə'id Dəccal, ən çox ona uyanlar kimdir? Yahudilər, Ə'cəm, əcnəbilər, qıyıq gözlü türklər, türk millətləri və ərəblərdən ən çox qadınlar. Rava Muslim an Enes ibn Malik radiyallahu anhu enne Resulullah sallallahu aleyhi ve sellem qal yetbe'ud Deccala min Yahud İsbahan 70.000 aleyhim et-tayasilat. İmam Muslim hədisində Enes ibn Malik rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. İsbahan Yahudilərindən Dəccala 70.000 nəfər qoşulacaq. Və hədisdə Səhih Müslimin hədisi bilirsinizdə. Və fi rivayət İmam Əhməd 70.000 aleyhim ət-teycan. Və İmam Əhmədin rivayətində də eyni şey gəlir. Yəni 70.000 kişi ona qoşulacaq. Qalib ibn Kəthir və zahir vallahu aləm ennəl murad həulə ətrak ansar Dəccal. İbn Kəthir rahiməhullah Ən-Nihaya kitabında və Əl-Fitən vəl-Məlahim kitabında deyir ki, doğrusunu Allah bilir, buradakı türklər, nəzərdə tutulur kimlər? Onun köməkçiləri, yəni müsəlman olmayan türklər. Yəni o millətlər ki, hələndə nədir? Monqol tatarları kimi, misal üçün və s. Təbii ki, bu o əsrdə edilmişdi, ancaq sonradan onlar artıq İslama gəldi. Siz ki, türklər artıq İslama gəldi. Bu sadəcə bizim zamanında demək olar ki, bütün türk xalqlı millətlər İslamdadır. Ona görə bu görüş İbn Kəthirin görüşüdür, rahiməhullah. Doğrusunu Allah bilir. قلت وكذلك بعد الأعاجم كما جاء وصفهم في حديث أبي هريرة لا تقوم الساعة حتى تقاتل خوزا وكرمان من الأعاجم. Kitabın müəllifi deyir ki, və mən də deyirəm ki, əcnəbilərdən də çox ona itaat edənlər olacaq, Dəccələ. Nəyə görə? Çünki bu haqda hədislər var ki, qiyamət saatı bu, yəni qiyamət saatı qopmaz, ta ki Dəccəllə bərabər Xavzən və Kirman qəbilləri döyüşməyənə kimi. Yəni bu insanlar necə? Onlarla bərabər Dəccələ qoşulacaq. Və əmmə kövn əksər etbə'u minəl-A'rab fəliənnəl cəhl qalib aleyhim. ولما جاء في حديث أبي أمامة الطويل قوله صلى الله عليه وسلم وإن من فتنته أي الدجال أن يقول لأعرابي أرأيت
Ba'athu laka abaka və ummak ətəşhəd ənyə rabbək fəyəqulu na'am ilə axır hədis. Deyir ki, ancaq müəllif deyir ki, bu tayfaları tərtiblə seçməyin səbəblərindən də biri, yəni misal üçün seçdim ki, ən çox ona ərəblərdən də qoşulanlar olacaq. Çünki bizdə hədis var ki, ərəblərin yanına gələcək və ərəblər öz qadınlarını onun fitnəsinə uymasınlar və onun çağrışına, dəvətinə icabət edib evlərinə çıxıb onun yanına getməsində deyə onları evlərində qıfıllayacaq, zəncirləyəcək, bağlayacaq. Və İnnə min fitnətihi əyyid-dəccal ən yəqulil ərabi və onun fitnələrindən, dəccəlin fitnələrindən gəlib bir ərəbə deyəcək ki, əgər sənin atanı və ananı diriltsəm, yəni onun atası anası ölür, yetim insan olur, atanı ananı diriltsəm, şəhadət edərsənmi mən sənin Rəbbinəm? O da deyəcək, bəli, bacarırsansa dirilt. Atamı anamı diriltsən, şəhadət edəm ki, sən mənim Rəbbimsən. Və nə olacaq? Qəbrin arxasından onun atası, anası çıxacaq. Və gələcək oğlunun başını sığalayacaq və deyəcək ki, oğlum, ona iman et. O sənin Rəbbindir. Halbuki qəbrin arxasından çıxanlar kimlərdir? Əuzu billahi minəşşeytanirracim. Onun anası və atası simasına girmiş şeytanlar. Allah qorusun. Bu hədis Sünnən İbn Məcədə gəlib və hədis səhihdir, elhamdülillah. Qiyamət Səğirdə də gələm ki. Və əmmə nisə fəhaluhunna əşəd min halil ərab. Deyir, amma qadınlara qalanda isə onların halı kişilərin halından, yəni bədəvi ərəblərin halından daha betərdir. Suratihi təəthürühinnə və qələbətil cəhlə aleyhinnə. Cəhalətin və onların çox tez yoldan çıxmağı səbəbi ilə onların halı daha beter olacaq qiyamət günü. Yəni qiyamət günü nəzərdə tutulanda Dəccəlin gələn günü. Və fi hədis an İbn Ömər radiyallahu anhuma qala Nəbi sallallahu əleyhi və səlləm ينزل الدجال في هذه السبخة بمرقاته فيكون أكثر من يخرج إليه النساء. Necə ki İbn Ömər'in hədisində Allah hər ikisindən razı olsun, atasından və oğlundan, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Dəccal marqanat və murqannat deyilən bir yerə nazil olacaq. Yəni oraya gələcək. Bu haradır? Murqanat. Vadi bil Mədinə. Mədinəndə olan bir vadidir. Mədinəyə daxil olan bir vadidir. Yəni çay axarının yeridir. Mədinə içinə daxil olan bir yerdir. O çay axarı Taifdən gəlir. Və həmin o çay axarının yeri Taifdən gəlib Mədinəyə tərəf gedir və qəbristanlığın üstünə keçir. Dəccal görəcək pis yer özünə seçib. Gələcək bura. Dəccal ora nazil olacaq, o vadiyə nazil olacaq. Fəyəkun əksər mən yəxrucu iləyhin nisə. Və ən çox onun görüşünə gələnlər kimlər olacaq? Qadınlar olacaq. Hətta innər rical yerci' ilə hamiməhi və ilə ummihi və ibnətihi və uxtihi və ammətihi və deyir ki, və kişilər bu halı görəndə öz qohum əqrabalarına, qadın cinsinə olan, yəni qadınlarına, həyat yoldaşına, anasına, bibisinə və başqa qadınlara gəlib neyinib onların əllərini, ayaqlarını kəndirlə, zəncirlə və başqa şeylərlə evdə bağlayacaqlar. Düstaq eləcəklər ki, nədir? Dəccalın görüşünə çıxmasınlar. Çünki qadınlar onun görüşünə çıxsa artıq nə olacaq? Ona uyacaqlar. Bu hədisdəki musnad İmam Əhməddə gəlib. İsnaduhu sahih. Fitnətü Dəccal, Dəccəlin fitnəsi. Fitnətü Dəccal a'zamul fitən muz xalaqallahu Adəm ilə yevmil qiyamə. Adəm əleyhissalamından qiyamətə kimi Dəccalin fitnəsindən daha betər fitnə yoxdur. Ən şiddətli, ən böyük fitnədir. Və dəlikə bi səbəbi mə yəxluqullahu ma'hum minəl xavariq. Səbəb də ki, Allah təala ona xavariq verəcək. Xavariq nədir? Möcüzənin adlarından biridir. Çünki möcüzə bilirsiniz peyğəmbərlərə xasdır. Kəramət də salih qullara xasdır. Bir də qaldı xavariq. Xavariq də möcüzədir. Möcüzənin tam mislidir. Ancaq möcüzə adlanmır nəyə görə? Çünki o fitnədir, Allahın yolundan uzaqlaşdırmaqdır və nədir? Şarlatanlıq, şeytanlıq, ofsun, sehir və buna oxşayan şeyləri xavariq adlandırılır. Mə yaxluqullahu ma'hum minəl xavariq azimə. Və Allah təala ona çox əzəmətli, çox böyük bir xavariqlər, yəni möcüzələr verəcək. Əlləti təbharul uqul. Elə bir möcüzələr ki, ağılları çaşdıracaq. Fəqad varada ennə ma'hu cennetun və nar. Misal üçün bu qeyri-adi göstərişlərdən də biri necə hədislərdə gəlib ki, onun bir əlində atəş, digər əlində cənnət olacaq. Ancaq burada nə var? O cənnətu nar. Onun cənnəti, əlində göstərdiyi cənnəti həqiqətdə atəşdir. Dəvət elədiyi adamlar kim ora girərsə yanar. Və onun göstərdiyi atəş əslində nədir? Sop-soyuq sudur. Kimi ora atarsa onlar nədir? Elhamdülillah qurtulmuşlar. Və ennə ma'hu enharul ma. Və onunla suları boy olan çaylar olacaq. Və cibalul xubz. Və dağlar qədər çörək olacaq. Ya'murus səmâ'ə tumtir fətumtir. Göyə əmr edəcək ki, yağış endirsin.
və əmri ilə yağış inəcək. Vəl ardan tunbit fətənbut. Torpaq əmr edəcək ki, torpaq öz bitkilərini yetişdirsin, bar versin, o zaman baş verəcək. Və tətəbə'ul kunuzul ard və yerə əmr edəcək ki, öz xəzinələrini çıxartsın və yerin içindən xəzinələr zahir olacaq, çıxacaq. Və yaqtarul arda bi sur'atin azimə və yer üzərində şığıyacaq. Çox böyük bir sürətlə hərəkət edəcək. Kəsur'atihil ghayth el-istedbaratir rih. Onun sürəti sizcə nə sürətidir? Onun sürəti, təsəvvür edin, şiddətli küləyin qovduğu yağmur sürəti kimidir. Və yaxud da ki, yağmurun qovduğu şiddətli küləyin sürətindədir. Təsəvvür edin, 40 gündə, yəni bu insan bütün şəhərləri, kəndləri, köyləri, qəsəbələri bir gəzməlidir. 40 gecədə, 40 gündə. Bunun üçün bu sürət ona veriləcək. Bu fitnə çox böyük fitnədir. Və kullə zəlikə cəət bil əhadifə sahibə. Bunların hamısını ispat edən səhih hədislər gəlib. فمنهما ما روى الإمام مسلم عن حذيفة رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم الدجال أعور العين اليسرى جفال الشعر معه جنة ونار فناره جنة وجنته نار. Bu hədisi ehtiyac yoxdur. Çünki danışdıqlarım hamısı həmin bu hədisin mövzusundadır. Sadəcə hədisi gətirmək istədim. Bu hədisi İmam Muslim rəvat eləmişdi. Hədisdə elə də gəlir. Dəccal tək gözdür. Sol gözü onun iri şəkildə nədir? Şişib və üzüm giyəsi kimi qabağa çıxır. Saçları vəsf olunur. Onun cənnəti və ateşi var. Ateşi cənnət, cənnəti də ateş əksinə. Bu hədis də həmin o ispat olunan hədislərdən İmam Muslim rəvat edir bu hədisi. وللمسلم أيضا عن حذيفة رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم ألا أنا أعلم بما مع الدجال منها. Müslümün başqa bir hədisində Hüzeyfə Allah Resulü sallallahu aleyhi ve sellem'dən belə rivayet edir ki, Dəccalın ateşi və cənnəti və suyu var və onda hər şey əksinədir. Onun ateşi əslində soyuq sudur və onun göstərdiyi cənnəti əslində ateşdir. Hələ ki sizi dəvət elədi, ateşinə tərəf gedin. Peyğəmbər nə öyrətdi bizə? Bizə dəvət eləsə, Allah qorusun, onun suyunu, cənnətini seçməyin, onun ateşinə girin, o soyuq sudur. Hələ ki ateşinə başınızı soxdunuz, görəcəksiniz ki, soyuq su başınıza tökülür və ondan için. Və innəhu ma'un barid. Çünki o soyuq sudur. Allahu ekber. Allah həmd olsun. Və cəə fi hadis النواس بن سمعان رضي الله عنه في ذكر الدجال أن الصحابة قالوا يا رسول الله وما لبثه في الأرض قال 40 يوما. Deməli, başqa hədisdə Nevvas bin Sem'an, Allah ona razı olsun, Deccal haqqında Allah Resulü sallallahu aleyhi ve sellem'e soruşanda sahabeler soruşdu, ya Resulullah yer üzərində nə qədər qalacaq? Dedi ki 40 yevmen, 40 gün. Yevm kəsənə, onun bir günü bir ilə bərabərdir. Aha. Və yevm kəşəhər, digər günü bir aya bərabərdir. Və yevm kəcümə və başqa günü də bir həftəyə, cümə burada bir cüməyə, yəni bir həftəyə bərabərdir. Və seyru əyyəmihi kə əyyəmikum. Qalan günləri adi sizin günləriniz kimi olacaq. Aydındır. Qalu və mə isra'ati fil ard. Dedilə, ey Allahın Rasulü, onun yer üzərində gəzmə sürəti necədir? Qalə kə qeytin idə stədbərat xurrih. Onun sürəti yağışı qovan sürətli külək kimidir. Fəyəti aləl qavm fəyəd'uhum. Bir qövmün yanına gələcək və onları dəvət edəcək. Fəyu'minunə bihi. Elə ki ona iman etdilər və ona icabət etdilər. Fəstəcibunə ləhu fəyəmuru səmə tumtır. O zaman göyə əmr edəcək və yağış indirəcək. Torpağa əmr edəcək və torpaq bar nimət verəcək. Və onların heyvanları, yəni inəkləri, qoyunları, keçilərinin məmələri o qədər südlə dolacaq ki, onlar belə nədir? Təsəvvür edin, yəni naz nimət içərisində əhatə olunacaqlar. Bu da hamısı onlar üçün fitnədir. Sümmə yətil qavm fəd'uhum. Sonra başqa bir qövmün yanına gələcək və onları dəvət edəcək. Fəyruddun aleyhi qavluhu. Və onun dəvətini inkar edəcəklər. Fəyansarif anhum. Onları tərk edib gedəndən sonra onlara böyük bir aclıq, kasıbçılıq baş verəcək. Leysə bi əydihim şey min əmvalihim. Əllərində heç bir mal olmayacaq. Və yəmurru bil xarabətə fəyəquləhə. Və bir xarabanın yanına gələndə o xarabaya əmr edəcək. Deyəcək ki, İxrici kunuziki. Xarabaya deyəcək ki, öz xəzinələrini çıxart göstər. Və xəzinələr torpağın altından çıxıb, uçan erkək arılar kimi vızıldayaraq, onun dalınca düşəcəklər. Thumma yad'u raculan mumtaliyan şəbabən. Sonra kök bir gənc oğlanı çağıracaq və onu qılıncla nə edəcək? Vuracaq. Və onu iki yerə böləcək, sonra onu birləşdirəcək
və deyəcək ki, iman edirsənmi mən sənin Rəbbinəm? Özə vəsf olub ki, subhanallah, həmin bu gənci qılıncla vuranda, sonra onun arasından keçəcək, sonra onu birləşdirəcək, birləşdirəndən sonra həmin bu gənc kök insan diriləcək və elə isə baxırsan, üzü belə parıldayır. Yəni, sanki heç nə olmamışdı ona. Bu hədisdə Səhih Müslim hədisidir. Bu Dəccəlin məhz böyük fitnəsidir. O, rububiyyət iddiasındadır, Rəblik iddiasındadır. Və cəə fi rivayət-i Buxari an Əbi Səidin el-Xudri radiyallahu anhu ənə hədə rəculəlləzi yəqtuluhu Dəccal min xeyrətin nəs. İmam Buxari rivayətində, yəni hədisinin səhihdir, Əbi Səidin el-Xudri hədisində Allah Resulü sallallahu aleyhi ve sellem'dən gələn xəbərdə öldürdüyü bu gənc insanların ən xeylisidir. Yəxrucu ilə Dəccali min mədinəti Rasulillah sallallahu aleyhi ve sellem. Mədinə əhlindəndir. Mədinədən çıxacaq Dəccalin yanına, onun qarşısına. Və Dəccələ deyəcək, fəyəqulu li Dəccal, əşhədu ənəkə Dəccal, əlləzi həddətənə Rasulullah sallallahu aleyhi ve sellem. Deyəcək ki, şəhadət edəm ki, Allah Resulü sallallahu aleyhi ve sellemin xatırladığı Dəccal sənsən. Dəccal ona deyəcək, fəyəqulu Dəccal, ərəəytum in qataltu hədə, thumma əhyəytəh. Əgər bunu öldürsəm, sonra onu sizin üçün diriltsəm, necə? Həl təşukkunə fil əmr, şəkk eləyəcəksiniz mənə. Fəyəqulunə lə, deyəcəklər, xeyr, o zaman bir şəkk eləməyik. Fəyəqtuluhu thumma yuhyihi fəyəqulu əyyər rəcul. Və onu öldürəcək o gənci. Sonra təzdən dirildəcək. Fitnə baxayım, insan öldürür, dirildir. Vallahu mə kuntu fikə şuddu bi basarihi minnin yom. Fəyuridu Dəccal ən yəqtuləhu fələ yusallatu aleyhi. Və həmin bu gənc, bu xeyirli insan bir an belə onun Dəccal olmasından şək eləmədən vaz keçməyəcək və Dəccal onu həqiqətdə sonra da oradan da öldürəcək və ona gücü çatmayacaq. Və bu, insanların ən xeyrisidir, ən xeyirli şəhiddir inşallah. Hədis Səhih Buxarıdadır. Və səbəqə zikru rivayət İbn Məcətə an Əbi Umamətə Əl-Bəhiri radiyallahu anhu və fiyhə qavlu Nəbi sallallahu aleyhi ve sellem fid-Dəccal innə min fitnəti ən yəqulə lil-ə'rabi ərəəytə in bə'ithtu ləkə əbəkə və ümməkə təşhəd ənni rabbuk fəyəqulu nəam fətəməthəlu ləhu şeytanani fi surət əbihi və ummihi fəyəqulani ya buney itbə'hu fəinnəhu rabbuk. İbn Macə rivayətində, bu rivayətdə hədis səhihdir, biz bunu götürdük bundan qabaq. Əbi Umamə Əl-Bəhili, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellemin Dəccal haqqında belə xəbərimizə çatdırır ki, onun fitnəsindən bir ə'rabi, bədəviyə, bir ərəbə belə deyəcək. Ata-ananı sənə qaytarsam, yəni ölmüş ata-ananı diriltsəm, şəhadət edərsən ki, mən sən Rəbbinəm, deyəcək, bəli. Və iki şeytan onun atası və anası simasında peydə olacaq. Və deyəcəklər, ey oğlum, itaət elə, həqiqətən o sənin Rəbbindir. Əvzübillah. Radd alə münkiri zuhur Dəccal. Yaxşı, Dəccal deməli bildik ki, səhihdir, sabitdir. Təəssüflər olsun ki, İslama nisbət edənlər arasında Dəccalin həqiqətini inkar edənlər də peyda olmuşdu. İndi onların şübhələrinə baxaq və onların şübhələrinə rəddiyələri oxuyaq. ما تقدم من أحاديث يدل على تواتر خروج الدجال في آخر الزمان وأنه شخص حقيقة. Deməli, keçdiyimiz bütün dəlillər bizə əsas verir ki, Dəccal həqiqidir, doğrudan da kişi xaylağıdır. Bəzi İslama nisbət edən fəlsəfəçilərin dediyi kimi, nə xəyal deyil, nə də başqa bir şey deyil. Və qad zəhəbə Şeyx Muhammed Abdu ilə ənə Dəccal ramzun lil-xurafat. Şeyx Muhammed Abdu, Allah onu bağışlasın, elə zənn etdi ki, Dəccal şər əlaməti olan bir rəmizdir. Həqiqətdə o bir kişi deyil. Və o, pis sifətlər və pis əməllər görmək rəmzidir. Təbii ki, bu görüşün sahibi batil görüşdədir. Və bu sözləri o, Təfsirul Minarda deyib, 3-cü mücəllədin 317-ci səhifəsində. Allah bağışlasın. Və təbə'u Şeyx Əbu Ubeydə və ona qoşulub Şeyx Əbu Ubeydə. O da o fikirdədir. Fəzəhbə ilə ənə Dəccal ramzun listişar, əl-batil və leysə rəculən min bəni Ədəm. O da eyni görüşdədir. Elə düşünürlər ki, o, batil və küfür bir şeyin rəmzidir və həqiqətdə Adəm övladlarına olan bir kişi xəlağı deyil. Və hədə təvilun sarful əhadith ən zahirihi biduni qarinə. Və biz bunu heç vaxt qəbul edə bilmərək, çünki bu görüşlər, yəni göz su kimi aydın olan, yəni hədislərin inkar edilməsinə, təvil edilməsinə, mənasından uzaqlaşdırılmasına
gətirib çıxardır. Hədisdə açıq şəkildə gedir, onun keyfiyyəti, siması, onun cizgiləri də vəsf olunub, onun saçı da vəsf olunub. Yəni sən niyə bu qədər hədisləri təvil edirsən? Yəni təvil etmən yeri qalmır axı. O əməli başda kişi xeylağında vəsf olunub. Gözünün biri, digəri, ayaqları, boynu, buxunu, kiçik və böyük olması, yəni hamısı vəsf olunub. Bəs bunlar nə tər təvil etmiyorlar? Və ilə kəmə qaləhu Şeyx Əbi Ubeydə fi tə'liqi əhədith-i-Dəccəl qal ixtilaf mə ruviyə minəl əhədithi fi məkan zuhur-Dəccəl və zaman-zuhuri və həl huvə İbn-i Siyyad əm qeyrə. Deyir ki, məni narahat eləyən Dəccəl haqqında olan bütün ixtilaflı məsələlərdir. Onun çıxma yeri ixtilaflıdır. Onun nədir? İbn-i Siyyad olub-olmaması ixtilaflıdır. Yüşiri ilə ənəl məqsudə bid-Dəccəl ər-rams. Bunlar hamısı mənə onu gətirib çıxardır ki, Dəccal şər əlaməti olan bir rəmizdir. Bu onun şübhəsidir. Yaxşı. Və yəqul aydan ələysəl əvlə ən yufhəmə minəd-Dəccəl ənəhu ramzu-şərri vəl-buhtan vəl-ifk. Deyir, məyər biz başa düşə bilmək ki, Dəccal böhtan və şər əlaməti olan bir simvoldur. Yəni, bu onun şübhəsidir, onun nəzəriyyəsidir. Və xatırladıq bu nəzəriyyə təbii ki, batı nəzəriyyədir. İndi onun rəddiyəsi gələcək. Və nəruddu alə hədil əqval, əv hədil əqval bi ənəl əhədithə sarihətun fi ənəl Dəccal rəculun bi'aynihi. Bütün bunun şübhələrinə cavab verdi ki, hədislər göz qabandadır. Dəccal dəqiq şəkildə vəsf olmuş bir kişi xaylağıdır. Təyin olmuş bir insandır. وَلَيْسَ هُنَاكَ مَا يَدُلُّ عَلَى أَنَّهُ رَمْزٌ لِلْخُرَافَاتِ وَالدَّجَّالِ وَالْبَاطِلِ وَلَيْسَ فِي رِوَايَاتِ اخْتِلَافٍ وَلَا تَعَارُضٍ وَقَدْ سَبَقَ الْجَمْعُ بَيْنَهُمَا فَبَيَّنْتُ أَنَّ أَوَّلَ مَا يَخْرُجُ الدَّجَّالِ مِنْ أَصْبَحَانَ مِنْ جِهَةِ خُرَاسَانَ. Və deyir ki, Dəccalın həqiqi olmamasına və xurafat olmasına və batil olmasına dəlil olan heç bir şey yoxdur. Əksinə, onlarla dəlillər Dəccalın Xurasan, İsfahan diyarından çıxmasına, onun heyəti, şəkli, görünüşü, sifətləri və keyfiyyətlərindən onun həqiqi olmasına dəlat edir. Və o məşriq tərəfdən çıxacaq. Və bəyyəntu mə qilə an İbn Siyyad həl huvəd-Dəccal əm qeyru. Və İbn Siyyadın Dəccal olma və olmaması haqqında ixtilafları da sürdüm və tərcih etdim ki, hansı görüşlər və nə, hamısı müəllifdir ki, mən onu bəyan edim. Və zəkərtu əqvalul uləmə fi zəlik və uləmanın bu məsələdə sözlərini qeyd elədim. Və idə təbəyyənə hədə və ənə rivayət leysə fiyhə ittirab lənnə min haythu məkən xurucihi və lə min haythu zamanə zuhuri ləm yəkunə hünək mə yəd'u ilə mə zəhəbə iləyh. Və deyir ki, əlhamdülillah, hədislərin hamısında çox gözəl şəkildə cəm eləmək olar. Onun çıxdığı yer başqa, onun olduğu yer başqa, aydındır. Və onun, yəni, əvvəlcə də Peyğəmbər s.ə.v onu Kəbədə görməsi, sonra da onun Kəbəyə və Mədinəyə girə bilməməməsi, bu hamısı olan ziddiyyətlərdə mən cəm elədim, əlhamdülillah. Və heç bir ziddiyyət ixtilaf yoxdur. Və hədisləriniz sabitdir və Dəccəli həqiqi insan olmasını bəyan edir. Bu sözlərin sahibi Şeyx Yusuf bin Abdullah bin Yusuf Əl-Vabil. Aşrat-ı Səhə kitabın sahibi belə bu sözlərə rəddiyələr verir. Və aydan Əbu Ubeydə في تعليقاته على الأحاديث الواردة في الدجال في كتاب الفتن والملاحم لابن كثير فإنه يعلق على قول النبي صلى الله عليه وسلم أنه مكتوب بين عينيه كافر يقرأه من كره علمه أو يقرأه كل مؤمن وقوله تعلم أنه لن يرى أحد منكم ربه حتى يموت. يقول أبو عبيدة وهذا يقرر كذب الدجال في دعواه الربوبية قبحه الله وأتم عليه غضبه ولعنه. Burada qəlbə bir şey baş verir. Əbu Ubeydə, Allah onu bağışlasın, yəni Dəccalın həqiqi olmasını təvil edən şeyxlərdən biri, Dəccalın keyfiyyətlərini diqqətlə oxuyandan sonra, necə ki onun alnında kafir yazılması və o kafir sözünü hər bir müminin oxumaq qabiliyyəti olması, istər yazı pozu bilən olsun, istər bilməyən olsun. Və bu şeylər hamısını qeyd edəndən sonra Dəccal haqqında öz kitabında belə bir imza atır. Deyir ki, Allahın lənəti onun üzərinə olsun. Görüm o, Allahın qəzəbinə düşər gəlsin. Fəhuvə huna yara ənəl Dəccal insan həqiqi. Bu şeyxin didindən, yəni onun fitrədi sanki dili danışır ki, doğrudan da Dəccal həqiqətdə bir insandır. Rububiyyət iddiasındadır, ilahlıq iddiasındadır və ona dəvət edir. Və bu səbəb olur ki, nədir? İnsan çaşar və hərdən düzünü danışar. Bu söhbət Əbu Ubeydə onun Dəccalı lənətlənməsi və Allahın qəzəbinə gəlmə duası etməsi göstərir ki, o nədir? Eyni zamanda onun həqiqi olması artıq deyiniz, sanki irəli sürür. Yarcu əllə
yantabiq ala haula munkirin li zuhuri deccal qavluhu sallallahu aleyhi ve sellem. Və mən deyir Allahdan ümid edirəm ki, Allah Taala'nın qəzəbinə düşər olmasınlar bu iki alim ki, Dəccal haqqında səhv görüşdədirlər. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem fikir verin. Bu hədisi həyatında birinci dəfə eşidirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem axır zamanda belə bir şeyin baş verməsi haqqında deyib, İmam Əhmədin Musnədində "İnnehu seyekunu min ba'dikum qavmun yukezzibun bir-racm." Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem həqiqətən sizdən sonra bir qövm olacaq. Daşqalaqla rəcm etilməyi inkar edəcəklər. Dəccalı inkar edəcəklər. Şəfaəti inkar edəcəklər. Qəbir əzabını inkar edəcəklər. Və insanların ateşə girəndən sonra tövhid əhli olduğuna görə çıxmasını da inkar edəcəklər. İmam Əhmədin Müsnədində gələn bu hədis, subhanallah, belə bir qövm olacaq. Və müəllif Doktor Yusuf Hafizahullah ümid edirəm ki, bu iki nəfər bu hədisin işinə girməyə. Çünki bu hədis o insanların azması haqqında xəbər verir. Siz bilirsiniz ki, və bu sifətlər hamısı var. İnsanlar ateşə girəndən sonra çıxmamağı inkar edənlər xavariclər və mü'təzilərdir. Həmçinin qəbir azabını inkar edən firqələr də var. Şəfaəti inkar edən firqələr də var. Dəccalı inkar edənlər var. Misal üçün fəlsəfəyə dalmış Said Nursi və onun cəmaatı Dəccalin, yəni həqiqi Dəccal olmasını təvil edənlərdən biridir. Onlar Dəccali ya televizora, ya da ki fitnəyə, ya da ki başqa bir nəsə siyasi bir şeylərə bənzədirlər və bu hamısı təvillər haqqı olmadığı kimi qəbul edilməyə bərabərdir. Və səyəti fi kəlami alə xavariq-d-dəccal vəl-əmru bit-tə'avvüzü min fitnətihi vəl-ixbaru an hələkihi mə yədullu. Bir mövzumuzu davam edirik və Dəccalın necə həlak olması və onun möcüzələrinin bütün keyfiyyətləri inşallah yavaş-yavaş mövzumuzda gələcək. Yaxşı. Üçüncü mövzu nədir? Xavariq-d-dəccal umur haqiqiyyə. Dəccalın göstərdiyi möcüzələr və bunlar həqiqətən baş verəcək. Bunlar nədir? Həqiqətə uyğundur, uydurma deyil. Xavariq. Qəribə fokuslar göstərəcək, qəribə möcüzələr göstərəcək. Yəni şeytanlıq eləyəcək, yəni təsəvvürlə. Və Allah Taala ona o şeyləri verib, Allah Taala o şeyləri yaratıb onun üçün. Çünki Allah Taala Dəccal vasitəsilə insanları sınağa çəkir. Quraqlıq bir köyə gələcək, onlar ona iman edəcək, göyə əmr edəcək və o saat yağış yağacaq. Torpağa əmr edəcək, o saat bar bitki verəcək və həddindən artıq bol. O qədər bol ki, yığışdırma olmayacaq. Həmçinin inəklərin, heyvanın, keçinin, quzunun, nədir? Mal-qaranın südü aşıb daşacaq. Mada zikru ba'dil xavariq ləti təkunu ma'ad-Dəccal fi kəlami alə fitnətihi və hədil xavariq haqiqə və leysəd bi xəyalət. Müəllifin sözündən müxtəsər olaraq deyirəm ki, bu xavariq, möcüzələr həqiqətən zikr olduğu kimi baş verəcək. O xəyal deyil. Fəqad nəql İbn Kəthir an İbn Hazm və Tahavi ənəhumə yəqulani bi ənə ma'ad-Dəccal leysə ləhu haqiqə. İbn Kəthir, İbn Hazm və Tahavidən nəql edib ki, güya ki, bunlar deyirlər ki, onun Dəccalın bu möcüzələri həqiqət deyil. Və kəzəlikə nəqlə an Əbi Ubey Aliyyil Əl-Cəbai Şeyxul Mu'təziləti qavl la yəcuz ən yəkuna kəzəlikə haqiqə. Həmçinin Mu'təzillərin şeyxi Əbi Ali Əl-Cübaidən də bu rəvayət gəlir ki, o inkar edir Dəccalın möcüzələrinin həqiqət olmasını. Çünki deyir ki, sehirbazın, Dəccalın, kəzzabın, yalançının möcüzələri Peyğəmbərin möcüzələrinin misli ola bilməz. Bunu dəlil gətirir. Çünki bilirsiniz ki, İsa Aleyhisselam da nə edirdi? Allahın izni və iradəsindən sonra ölülərin dirilməsinə səbəb olurdu. Əmr edirdi və ölü qalxırdı. Bu cürə xaraiq artıq möcüzəyə bərabərdir. Düzdürmü? Bunların şübhələri buradan meydana gəlib. Yəni Peyğəmbərlərə xas olan möcüzələrin çəkisində olan möcüzələrdir. Dəccalın göstərdiyi möcüzələr çox təhlükəli möcüzələrdir. Yaxşı, bu möcüzədir, şanlatanlıqdır. Bu necə baş verir? İndi bunun mahiyyətinə dərs zamanı başlayaq. Və kədəlikə ثم جاء من بعدهم الشيخ رشيد رضا فأنكر أن يكون مع الدجال خوارق. Sonra onlardan sonra müasir alimlərdən Şeyx Rəşid Rıza da Dəccalin möcüzələrinin olması, həqiqət olmasını inkar edir. Və zəamə ənə zəlikə müxalifun li sünənillahi təalə fi xalqihi. Niyə görə bu görüşə gəlib? Deyir ki, çünki bu Allah Taala'nın fitrət sünnətinə, yəni Allah Taala'nın kövnü qədərinə zidd olan bir şeylərdir. Yəni insan ölməsi və onun dirilməsi, bu Allah Taala yer üzərində bu qaydaları yaratmayıb. İnsan ölürsə gedir. Bunu misal gətir. فقال في كلام عن أحاديث الدجال ما ذكر فيها من الخوارق تضاهض أكبر الآيات التي أيد الله بها أولى العزم من المرسلين. Və zikr edir ki, Dəccala verilən möcüzələr ən əzəmətli peyğəmbərlərə verilən möcüzələr mislindədir.
və yaxud da ki, o möcüzələri də aşıb keçir və yaxud da ki, o möcüzələri oxşuyur. Kəmə qalə bə'd uləmə kələm və adə bə'd mühəddisin dəlikə, necə ki, bunu zikr edirlər Şeyx Raşid Ridanın sözlərindən. فَكَيْفَ يُؤْتِ الدَّجَّالِ أَكْبَرَ الْخَوَارِقِ لِفِتْنَةِ سَوَادِ الْأَعْظَمِ مِنْ عِبَادِهِ فَإِنَّ مِنْ تِلْكَ الرِّوَايَاتِ أَنَّهُ يَظْهَرُ عَلَى الْأَرْضِ كُلَّهَا فِي 40 يَوْمًا. Və onun şübhələrindən, Şeyx Raşid Ridanın şübhələrindən, yəni Allahın sevmədiyi bu pis bir məxluqa necə böyük bir möcüzələr verə bilər ki, o ki, şərrin ta özüdür, ən böyüsüdür və onun möcüzələrindən biri yer üzərində 40 gün müddətində nədir? Gəzməsi və hər bir şeyə çatması. Yaxşı, bu onun şübhələridir. Onun şübhələrini rədd eləyək. İlə ən qal İnnə min uizzə iləyhi minəl xavariqi müxalifun li sünnətilləhi təalə fi xalqihi və qad təbətə bin nususil Qur'anil qat'iyyə ənəhu la təbdili li sünnətilləh. Ömümü xulasa deyir ki, Quran və sünnətdə la təbdili li sünnətilləh, Allah Taala'nın nədir, kövnü qədəri, heç bir şey dəyişə bilməz ayətlər və hədisləri var və bunu şübhə gətirir ki, nətər ola bilər ki, Dəccəlin elədiyi əməllər Allah Taala'nın sünnəti, yer üzərindəki kövnü qədərinə zid olan şeylərdir. İnsan öyrənirsə onu düzəltmək mümkün deyil, siz bunu bilirsiniz və s. misallar gətirəm və bizdə gələn bu dəlillər kitab və sünnədəndir, qat'i dəlillər deyirlər və bunu şübhə gətirir Şeyx Raşid Rida və bununla neyinir? Dəccəlin göstərdiyi, ona verilən möcüzələrin həqiqi olmasını inkar edir. وَاسْتَشْهَدَ عَلَى تُعَادِ حَدِيثِ الدَّجَّالِ بِأَنَّهُ وَرَدَ فِي بَعْضِ الرِّوَايَاتِ كَمَا سَبَقَ أَنَّهُ مَعَهُ جِبَالُ خُبْزٍ. Həmçinin bəzi şeylər ona qəlbə gəlir ki, dağlar qədər çörəyin olması, çaylar qədər suyun olması, balın olması, onun cənnətinin və bir əlində ateşin olması deyir, nədir? Onun mənim ağlıma batmır. İnsan nə ağlı ilə yəni bunu şey eləyir. Baxmayaraq ki, bu hədislər sahihdə gəlib. İmam Buxari Müslimdə gəlir. Yaxşı. Və mimmən ənkərəl xavariqə Dəccal Əbu Ubeydə. Həmçin Əbu Ubeydə də Dəccalın möcüzələrinin həqiqi olmasını inkar edənlərdən biridir. Və onun şübhələri nədir? فقد قال في تعليقه على الأحاديث الواردة في ذلك هل يقف إمام أو أمام هذه الفتنة عظيمة الكثيرة الكائثة من الناس يميته ثم يحييه على ملئ ومسمع من البشر ثم يكب الله عباده في جهنم لأنهم افتتنوا به. Yəni ümumi şübhəsi bunun odur ki, mən bunu Allaha yaraşdıra bilmirəm ki, şübhəsinə bax, Allaha yaraşdıra bilmirəm ki, Allah Teala insanların tab gətirmədiyi bir sınaqla onları sınağa çəkir, sonra onlar bu sınağın qarşısında tab gətirməyib sınaqdan keçə bilmir, sonra onları cəhənnəmə doldurur. İnnəllaha əzzə və cəl altaf bi'ibadihi və arham ləhum. Bu mümkün deyil, çünki Allah Teala öz qulları üçün çox lütfkar, çox rəhimli, çox şəfqətlidir. Onları bacarmadığı, gücü çatmadığı bir sınaq ilə imtihan eləmək. Bu da onun şübhəsidir. Buradan o Dəccəlin möcüzələrini inkar edir. Əbu Ubeydə. Yaxşı. Rəddiyə odur ki, həmçinin onun şey də var, yaxşı, bunun dəlilləri də var, tək ki, ağıllar yox. Və innə Dəccələ, Dəccal əhvənə aləllah min ən yusallitahu alə xalqihi və yemudduhu bihədil əslihətə, əl-xatirətə, əl-fəttəkə, bu şübhələri gətirir. Və raddun alə həulə tələxxasu fil-əti. Rəddiyələrdən biri. Ənlə hədisi var fi zikri xavariq Dəccal səbitin və sahihə. Birinci rədd odur ki, Dəccalın möcüzələrinin həqiqi olması ən səhih mənbələrdən gəlib. İmam Buxari, Müslim və başqaları. Və onlar olduğu kimi vəsf olunub bütün keyfiyyətləri ilə və dəqiqliyi ilə. Bu birinci rəddiyə. İkinci rəddiyə oldu ki, hədislər arasında heç bir ziddiyyət, heç bir ittirab yoxdur. Hədislər birbirini tamamlayır və hamısı mənası axırda hər şeyin həqiqətdə olmasını ispat edir. Və məstəşhədə bihi Rəşid Rida min ənə hədithəl Muğirəl-ləzi fi sahihini yuaradul hədith Dəccal fəcəb anhu bi ənə mə'nə qavli Nəbi s.ə.v huvə əhvən aləllahi min zəlik. Yəni, Rəşid Ridanın da ki, gətirdiyi şübhələrdən biri hədis gətirir ki, Peyğəmbər s.ə.v Dəccal haqqında soruşulanda və onun fitnələri zikr olunanda Peyğəmbər s.ə.v yanında, o dedi ki, onun haqqında o Allah qatında daha aşağıdır və o heç nə bacara bilməz. Bu hədisi şübhə gətirir Rəşid Rida və onun möcüzələrini inkar etmək üçün. Rədd odur ki, ey əhvanun min ən yec'alə mə yəxluquhu alə yedid Dəccal min xavariqil mudillil müminin fəmüşəkkikin li qulubul müminin. Rəşid Rida bu hədisi necə başa düşür? Əhvani Allah, yəni o heç nə bacara bilməz, yəni insanları yoldan çıxartmaq üçün və onları azdırmaq üçün, möcüzə eləmək üçün belə başa düşür. Halbuki məqsəd nədir? Və leysil muradu min qavlihi və əhvani alallah min zəlik ənəhu leysə şey min zəlikə ma'hu. Deyir, həqiqətdəsə hədisin mənası o deməkdir ki, Dəccal heç nə bacara bilməyəcək, onun əlində heç bir şey olmayacaq. Hədisin muradı məqsədi nədir? Bəl ənil muradı əhvanu min ən yec'alə şey min dəlikə əyə alə sıdqihi.
Əhvani alallah, yəni Allah qatında heç nəyə qadir deyil. Çünki nədir? O elədiyi şeylər hamısı yalandır və onun elədiyi şey heç biri sıdq və həqiqət deyil. O mənada yəni, hədisin muradı budur. Çünki bilirsiniz ki, Dəccal aldadacaq. Misal üçün, həmin o bədəvi ərəbinin hədisi xatırladın, ata-anası diriltməsi həqiqət deyil, axı, yalandır. Siz bilirsiniz də, qəbrin arxasından 2 dənə şeytan, yetimin atası və anası simasında gələcək. Oğlum, ona iman et, o səni Rəbbin deyəcək. Bu, deməli, Dəccalın sehirlərinin və möcüzələrinin əksəriyyəti nədir? Şeytanlıq, dəccallıq, qaçışdırmaq, azdırmaq və yalandır. Çoxsu yalandır. Və o, Allah yanında nədir? Əhvan aşağıdır bunları eləməkdən. Yəni, doğrudan da o həqiqətdə insanı neynəcək? Öldürməyəcək ki, dirilsin. İnsan heç ölməmişdi aslan. Və o neynəcək? Sehir göstərəcək və insanlar elə biləcək ki, insanı parçalı bir kere bölüb. Və siz görürsünüz ki, bizim zamanımızda belə dəccəllər çoxdur. Bazı dəccəllər var ki, insanı neynir? Mişarla doğruyur, 2 yerə, arasına keçir, o birləşdirir. Fox-mox dillərdir. Belə dəccəllər çoxdur. Dəccal da onların baş müəllimi insanlara yəni sehirlər göstərəcək, insanı öldürəcək, insanların gördüyünə görə, zənninə görə, sonra onu birləşdirəcək, onların zənninə görə, əslində o heç öldürməyib, o hələ də diri idi. Və belə. Bu Əhvani Allah hədisi də ki, bununla izah olunur ki, o Allahın yanında heç nəyə malik deyil. Yəni Allah olan yerdə nə dirildə bilər, nə öldürə bilər həqiqətdə. Aydındır? Hədisin yəni izahatı belə verilmişdi, şübhəni qaçırmaq üçün. Yaqra'uha kullu muslimin katibun ghayra katib zaidatun ala şawahid kadibihi min hadisi və nuqsanihi kama marra fi kalam an sifatihi. Sahih Müslim rivayet etdiyi onun alındakı kafir sözü həqiqətdir. Çünki oxumayan və oxuma bilən hər bir kəs onu oxuya biləcək və burada olduğu kimi vəsf olunub. Və səlləmnən el-hədis alə zahiri fəyəkunu qolu nəbi sallallahu aleyhi ve sellem ləhu zəlikə qablə ən yənzilə alə nəbi sallallahu aleyhi ve sellem bəyənu mə ma'ahu minəl xavariq bidəlil qavlil müğira li-nəbi sallallahu aleyhi ve sellem yəquluna innə ma'ahu və ləm yəqul li-nəbi sallallahu aleyhi ve sellem innəkə qultə fihi kəzə və kəzə thumma cəəl vəhi bə'də zəlikə bəyən mə yəkunu ma'ad-dəccal minəl xavariqi vəl-əyət fələ münafə beynəl hədis müğira və hədis dəccal. Dəlillərdən də bilir, innəl xavariq dəccal həqiqətun və leysə bi xəyalat və la təhummat. وهذه الخوارق من الأمور التي أقدره الله عليها فتنة وابتلاء للعباد والدجال لا يمكن أن يشتبه حال بالحال الأنبياء. Birinci bilmək lazımdır ki, Dəccal heç bir zaman peyğəmbər, o peyğəmbərlər tay ola bilməz və onun elədiyi misallar peyğəmbərlər misallı kimi də deyil. Çünki peyğəmbərlərin gətirdiyi möcüzələr həqiqətli olduğu kimidir, baş verir. Dəccalın isə gətirdiyi möcüzələr yalan, sehir və buna oxşar yollarla göstərilir. Bu rəddiyələrdən biri. لأنه لم يثبت أنه يدعي النبوة. Həmçinin o peyğəmbərlik iddiasında olması haqqında heç bir şey varid olmayıb. O birbaşa rububiyyətə keçəcək. Yəni Rəbb olması haqqında iddia olacaq. İnne istib'adər Rəşid Rıza ləmə روي من أن الدجال يظهر على الأرض كلها في 40 يوما إلا مكة والمدينة ليس عليه دليل بل جاء الدليل بخلاف فإنه ورد في رواية مسلم أن بعد أيام الدجال يكون قدر سنة وبعضها قدر شهر وبعضها قدر أسبوع. O ki qaldı Rəşid Rida'nın onun bu qısa müddətdə torpağı bu qədər tavaf eləməsi haqqında şübhəyə dəlil odur ki, onun bir günü bir ilə digəri bir aya, digəri bir həftəyə, digər günlərdə adi günlər kimi olacaq və bu surətlə, bu şey cəm eləyəndə yer üzərində çox asanlıqla davam eləmək olar. Məsələn, raket buraxsan göyə 24 saat müddətində bütün yer kürəsini əhatə eləyir, gəzir. Düzdürmü? Hansı sürətdə? Kürənin sürətindən insana belə sürət verirsə, nə var bütün yer üzərini çox asanlıqla dənə-dənə hamısını gəzməyə? Və bu Allah'ın qüdrətindən bir nişanədir. Allah insanları belə bir şəkildə sınağa çəkir. Burada heç bir problem yoxdur. Dəccal haqqında gələn məlumatlar olduğu kimi qalır, həqiqətdir və baş verəcək. O vəsf olduğu kimi insandır. Ənəmə yu'tahu d-dəccal minəl xavariq leysə fihi müxalifətun li sunənillahil qovniyyə. Dəccala verilən şeylərin də heç biri Allah Taala'nın kövnü, qədərinə və sünnətinə müxalif deyil. Necə? Fə innənə ləv əcrayna kəlam Rəşid Rida alə zahirillə li ibtallə mu'cizatil anbiya. Çünki Seyyid Rəşid Rida'nın kəlamını biz qəbul eləsək, onda peyğəmbərlərin tüm möcüzələrini biz inkar eləməliyik. Niyə görə? Çünki peyğəmbərlərin gətirdiyi möcüzələr Allah Taala'nın Rəşid Rida'nın dediyinə görə nə olur avtomatik? Allah Taala'nın kövnü, qədərinə, sünnətinə müxalif olur. Çünki nədir? Allah Taala'nın kövnü, qədər, sünnətində nədir? İnsan öləndən sonra bir də qiyamət günü diriləcək. Dünyada ikən dirilə bilməz ikinci dəfə, düzdürmü? Ancaq peyğəmbərlər arasında bir möcüzələr göstərənlər olub.
Və belə misallar çoxdur. Abraz xəstəliyinə tutulan insan misal üçün, cüzam xəstəliyinə tutulan insan misal üçün, heç bir dərisi sağala bilməz onun misal üçün və yaxud da s. o insana sağal deməklə Allahın izni ilə sağalması və xəstəliyin yoxa çıxması möcüzələri və yaxud da ki, palçığı, İsa Aleyhisselam palçığı nədir? Quş formasında oldu, yapdı və axırda nədir? Yarasa heyvan əmələ gəldi. Bu Peyğəmbərlərin möcüzəsi həqiqətdə olan kimidir. Allah Taala'nın yenə də qədəri ilə baş verir. Allah Taala qədərində yazmışdır ki, kövnü sünnətinə zahirdə oxşamayan bəzi şeylər baş verəcək. Allah Taala onu da qədərində yazıb. Və Dəccəl də Allah Taala öz kövnü qədərində yazıb ki, Allah Taala Dəccələ imkan verəcək. Dəccəl göyə əmr edəndə Allah Taala həmin an istəyəcək ki, göy yağış yağsın. Dəccəl vasitəsilə insanları nədir? Sınağa çəkmək üçün. Aydın oldu. Və xatırladıram ki, Dəccəl axır zamanda gələcək. Qiyamətin qopmasına az bir olan bir müddətə gələcək. Artıq zamandakı olan hadisələr dəyişəcək. Çox şey xarab olacaq. Və bu şeylərin baş verməsi əsla da nədir? Qəribə və əcəbdir ki, bu yəni Allahın kövnü qədərində də vardır ki, axır zamanda artıq nədir? Hadisələr başqa cürə cəryanlanacaq. İnşallah qardaşlar, dərsi davam edəcəyik. بمشيئة الله وصلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين.